Onu izah edəcəm. Nə qalsa da dərsdə nə oldu ya da qrupa yazar soruşarsınız. Birinci sual variantın cavabı asandır. Variantıdır. Səbəblər ki, mübtədadır, başlanğıc formada olan və ya olmayan sözlərlə ifadə oluna bilir. Başlanğıc forma, yəni deməkdir ki, qrammatik şəxsi qəbul olunsun. Qrammatik şəxsi qəbul olunsa da, yenə də mübtəda başlanğıc formada olan və ya olmayan sözlərlə ifadə oluna bilir. Yəni fərqi yoxdur, olub olmamaq. Burada nə çaşdıra bilər? Xəbər ifadə vasitəsi sifət mütləq xəbər şəxsi qəbul edə bilər. Bu səhv fikirdir. Niyə? Çünki ixtisara gedə bilər. İxtisara getdiyi vaxtdakı olmayacaq ya da id qəbul etsə, xəbər şəxsi olmayacaq. Ona görə B variantını götürməyəcəyik. Qısacası C-dəki mübtəda xəbər birləşməli əvəzliklə ifadə olmaz. Bu asan testdir. Bir də D variantıdır. Nəyə bilməli soruşarsınız. Mübtədası isimlə ifadə olunan cümlələri seçin. Burada nə edəcəyik? Mübtəda xəbərə baxacaq. Deməli, burada birincisi köçüb getmək mübtədası deməli isimlə ifadə olunur. Birinci 5-dən başlayır. Yuxarılar hər də məsələ bildirmirdilər. Nə yuxarıda, kim yuxarılar? Yuxarılar götürməyəcək, isim deyil. Ona görə 5-ci səhvdir. 4-də deyil xəbərçilik, xəbərçiləri heç vaxt başçılığı götürməz. Burada xəbərçilik sözü isim olacaq. Bu da mübtəda olacaq. Ona görə onu götürəcəyik. Birincilik uğrunda mübarizə aparanlar, hamısı birlikdə fe'li sifət tərkibi götürüləcək. Deməli, qalib gəldilər. Ondan sonra deyir ki, kəndi su basdığı üçün kəndlilər köçüb getdilər. Köçüb getdilər. Kim? Kəndlilər. Loli, lolu şəkilsəmdə isim düzəldir. İsim düzəldəndə də kəndlidir, məktəbli kimi sözlərdə olur. Ona görə cavab da 2, 4 olacaq. Bu qədər. Sonra 3-cü test. Xəbər əvəzliklə ifadə olunan cümlələri seç. Xəbər ifadə deməli əvəzliklə ifadə olunur. Bir də mübtədası əvəzliklə ifadə olunur. Mübtədası yox, tamamlığı. Ondan sonra ikincidə hamımızadır. Bizim hamımızadır. Birlikdə götürüləcək. Unutduğumuz günlər özümüzündür. Özümüzündür bir tək söz olacaq. Ona görə 3-cünü götürəcəyik. Bütün deyəcəyi sözlər sizin hər birinizədir. Sizin hər birinizə, sizin hər biriniz bir götürüləcək. 5-də də ki, sonuncu bu kağıtlar sizindir. Sizindir. Kimindir? Sizin. 5. 3-5 olacaq. 4-cü. Yaxşı ikidin atanı aparmaq, onu əldə xar etmək idi. Deməli, burada nə edəcəyik? Burada yaxşı ikidin atını aparmaq birdir. Onu əldə xar etmək idi. Bu da ki, bir götürüləcək xəbər. İndi baxırıq, xəbər məsdərlə ifadə olunub. Xəbər məsdər yox, məsdər tərkibinə ifadə olunub. Baş üzvlərin ifadə vasitəsi fərqlidir, amma eynidir. İkisi də məsdər tərkibinə ifadə olunub. Cümlənin xəbəri fe'li xəbərdir deyir. Burada fe'li xəbər götürməyəcək onu. C səhvdir. İsmi xəbər olacaq. Deyir, idi hissəciyi işlənib deyə xəbər ismi xəbərdir. İdi hissəciyinin ona heç bir dəxilsi yoxdur. Yəni, idi hissəciyi ismi xəbər və yaxud da fe'li xəbər olmasını təsdiqlənmir. Xəbər məsdər tərkibinə ifadə olunub. Düz fikirdir. Cavab Y variantı. Ondan sonra 5. Hansı cümlə subyekt işlənsə də mübtəda rolunda deyil. Subyekt var, amma mübtəda rolunda deyil. Bu da ki, nə vaxt olacaq? Tərəfindən kimi sözlər olsa olacaq. Hansı ki, biz məhsul növdə deyirdik ki, məhsul növ cümlələrdə, yəni məhsul olan cümlələrdə mübtəda olmur. Onu bərpa edə bilirik, subyekt ola bilər falan filan. Ona görə də yaxın dostum tərəfindən yazılıb deyir. Tamamlıq olacaq, tərəfindən var, yaxın dostum tərəfindən. Amma bilirsən ki, yaxın dostum yazıb da. Ona görə də bu bir növ subyekt olacaq, amma mübtəda rolunda olmayacaq. B variantı. Nəyə bilməsəz, qrupda yenə yazarsınız. Hansı cümlədə mübtəda və xəbərin ifadə vasitəsi eynidir? 6-cıda onun oxuması. Məsdər tərkibi bizim məsdər tərkibi nədir? İsim birləşmə bizim sifarişimiz idi. Bu da isim birləşmə. 6-da B variantı olacaq. Sonra 7. Ən böyük xəta xətaların fərqinə varmamaqdır. Deməli, burada birinci götürəcək xətaların fərqinə varmamaqdır. Bir dənə xəbər götürəcək. Ondan sonra nədir? Xətadır. Necə xəta? Ən böyük xəta. Ənidəki
köməkçi hissəsi ədat götürəcəyik. Quru növləri deyir, eynidir, baş üzvlərə aid. Birincinin quru hissəsi biri sadədir, bir də ki mürəkkəbdir. Ona görə də deməli burada quru növləri eyni cümlədə baş üzvlərə aid onun xətaların fərqinə varmamaqdır. Nə o xəbər məsəl tərkibi ilə. Bu qalsın xəbər məsəl tərkibi ilə deyir, ifadə olunub. Xəbər xətaların fərqinə varmamaqdır. Məsəl tərkibi burada məsəl tərkibi ilə ifadə, xəbər məsəl tərkibi ilə ifadə olunub deyir. Bu düz fikir olacaq. Fərqinə varmamaqdır. Nə? Xətaların fərqinə varmamaqdır olacaq. Düz fikir olacaq. Ondan sonra ifadə vasitələr deyir, fərqlidir. İfadə vasitələri fərqli olacaq. Biri sadə isimdir, bir də ki məsdər tərkibdir. Ona görə 3-ü də götürəcəyik. Ondan sonra 7-də xəbərin tərkib hissəsində frazeoloji birləşmə var. Fərqinə varmamaqdır. O da ki frazeoloji birləşmə olacaq. Bir də 4-ü götürəcəyik. Bir də ki quru növləri deyir eynidir. Biri mürəkkəbdir, bir də sadədir. Biri ona görə götürməyəcəyik. Mübtəda isim birləşmə ifadə olunub deyir. İsim birləşmə yoxdur, böyüklə xəta. Böyüyü çıxarda bilirik də, yəni ən böyük çıxarıb xətaların fərqinə varmaqdır. Belə olanda çox vaxt cümlədən çıxardın olursa deməli olur. İsim birləşmə ifadə olunmur, ona görə də 5-də səhvdir. Cavab 204 olacaq. Ondan sonra deməli cümləsinin təhlilinə aid olan fikirləri müəyyən edin. Uşağı buradan qaçırdı və uşağı buradan qaçırdı. Bunu iki cür düşünmək olar. Hansı ki birində bu tamamlıq rolunda çıxış eləyəcək. Yəni uşağı sözü birində tamamlıq rolunda çıxış eləyəcək. Birində isə deməli mübtəda rolunda çıxış eləyəcək. Biz deyək ki, məsələn, onun uşağı buradan qaçırdı. Bu qaçırdı. Yəni qaçırdı. Yəni ki, vurğu axırda əgər olsa, burada leksik şəkilçisi olacaq. Yəni vurğu axırda olsa, uşağı buradan qaçırdı. Bu vurğu axırda olsa, bu qrammatik şəkilçisi olacaq. Yəni qaçırdı. Amma deməli, əgər qaçırdı olsa, uşağı buradan qaçırdı. Qaçırdı. Tamam. Bu qaçırdı olsa, vurğu ırda olsa, qrammatik şəkilçisi olacaq. Amma vurğu axırda olsa, leksik şəkilçisi olacaq. Deməli, olan fikirləri istəyir. İndi buradan tapacaq. Cümlə xəbərini aslında cümlə üzvləri dəyişə bilər. Birində tamamlıq, birində mübtəda ola bilərdi. Yəni, uşağı qaçırdı, bir də ki, uşağı qaçırdı. Tamam, biri götürdük. Xəbərin ifadə vasitələrində vurğu sonuncu ecada olarsa, birinci söz yalnız deyir, mübtəda vəzifəsində işlənəcək. Yəni, mübtəda olacaq deyir. Burada bunu götürməyəcəyik. Niyə? Çünki ifadə vasitə vurğu axırda ecasında olarsa, bu zaman bu qaçırdı. Burada deməli, uşağı buradan qaçırdı. Ortada olduğuna görə mübtəda rolunda yox, tamamlıq rolunda çıxış eləyəcək. Bu 2 səhv olacaq. Xəbərin feili müxtəlif zamanlarında şəkillərində düşünmək olar. Eyni şəkildə olacaq. Xəbər şəkli səhvdir. Xəbərin ifadə vasitəsində vurğu ikinci hecada olarsa, birinci söz mübtəda olacaq. Xəbər ifadə vurğu ikinci hecada birinci mübtəda, düzdür bu. İkinci söz istənilən təhlildə sabit qalır. Uşağı buradan qaçırdı. Haradan qaçırdı? Buradan qaçırdı. Bir də buradan qaçırdı. Eyni tərəfdə eyni sabit qalacaq. Cavab 1, 4, 5 olacaq. B variantı. Hansı cümlədə söz birləşməsini ifadə edən cümlə üzvü deyir, baş üzvü deyir, izah edir. Baxırıq bura. Cümlə söz birləşməsi ifadə olmuş cümlə üzvü, baş üzvü. Yəni deyir ki, baş üzvü nə izah edə bilər? Təyin. Təyin də deyir, söz birləşməsini ifadə olunsun. Duman. Burada duman var. Bürümüşdü. Necə duman? Dağların başına çökən feili sifət tərkibi yaradıb. Bu da ki, təyin olub söz birləşməsi. Ondan sonra 10. Hansı cümlədə olmaq feili müstəqil cümlə üzvüdür deyir. Burada da ki, baxacaq C variantı verib. Gözü yaşlı şair 10 ildir ki, Xan sarayında olur. Olmaq əgər yaşamaq, var olmaq,
baş vermək mənalarında işlənərsə, onda bu ayrılıqda götürəcək. Bu da gözü yaşlı şair 10 ildir ki, Xan sarayında olur. Xan sarayında yaşayır mənasında izah elədiyinə görə C variantı oldu. Nəyə başa düşməsəz, yenə qrup atın. 11-ci sualda. 11-ci sualda hökm və nəticə deyir. Hökm və nəticə o deməkdir ki, yəni əgər hökm verilirsə, burada 100%, yəni nəticəyə verdiyiniz 100% düz olmalıdır. İndi bunu izah edəcəm, deyir. Deyir, xəbəri ifadə vasitəsi fe'li birləşmədir. Yəni bu dəqiq deyə bilmərik. Yəni deyir ki, dəqiq olsun, 100%, fakt olsun, fakt. Ehtimal olmasın, fakt olsun. Deyir, xəbərin ifadə vasitəsi fe'li birləşmə. Yox, isim birləşmə də ola bilər. A səhvdir, isim birləşmədir, amma fe'li birləşmə ola bilər. Yəni ki, ehtimalla getmirik. Fakt 100% olmalıdır. Xəbər mürəkkəb fe'li, xəbəri deyir mürəkkəb fe'li birləşmə ilə ifadə olunub. Yox, bu da ola bilməz. Xəbəri quruluşca mürəkkəb ismi xəbərdir, deyir. Yəni bunu 100% götürəcəyik. Niyə? Çünki ismi xəbər olacaq, 100% ismi xəbər olmalıdır. İsmi xəbər olanda da quruluşca mürəkkəb olacaq. Bu yəni 100% düz fikir olacaq. Xəbər quruluşca deyir, sadə fe'li xəbərdir. Fe'li xəbərdə səhv də olacaq, Y variantda səhv olacaq. Qaldı bir dənə D variantı. Ondan sonra 12. Deyir, birinin xəbərində məsələ şəklisi olsa da, həmin xəbərin ifadə vasitəsi deyir, məsdər tərkibi deyil. Cavabda C variantını verib, nə deyir? Birinin xəbərində məsələ şəklisi olsa da, həmin xəbərin ifadə vasitəsi məsdər tərkibi deyil. Birinin xəbərində məsdər şəklisi. Başına gəlmək. Hə, tamam. Bizim istəyimiz ağlı başına. Ağlı başına gəlmək frazoloji birləşmə olacaq. Frazoloji birləşmələr, yəni söz birləşməsi, fe'li birləşmə olaraq götürülmür. Ona görə də məsdər tərkibi olmayacaq. Nə olsa sualı soruşarsınız. Hansı söz və ifadənin cümlənin xəbər olsa mübtəda işləməz. Yəni deyir ki, şəxsiz növ olanı seç. Şəxsiz növ olanları. Cavabda da 1, 2, 5-i verir. Zəhləm getmək. Hə, tamam, zəhləm getmək deyir. Zəhləm getmək frazoloji birləşmə. 1 olacaq, 2 olacaq. İkisi də frazoloji birləşmədir. Axırda da 5 deyir. 5-də də olanda təsadüf edildi. Bu da şəxsiz növdə olanda olur. Ona görə də elə 5-i də götürürük. Hə, burada da ki 1, 2, 5. İndi xoşuma gəlmir. Məsələn, deyirəm ki, kitab xoşuma gəlmir. Nə xoşuma gəlmir? Kitab. Məsələn, deyir, zəhləm gedir. Zəhləm gedirin qabağına bir söz demək istəsə, yəni deyirəm ki, kitabdan zəhləm gedir. Bu kitab tamamlıq olacaq, burada da olmayacaq. Mənim zəhləm gedir isə tamamlı hamısı birlikdə xəbər rolunda olacaq. Elə xoşum gəlmirdi elə. Yəni belə. Bu sual belə. 14. Hansı cümlələrdə xəbər səhv göstərilib? Başlamaq, çalışmaq, başlamaqda çalışmaq, istəmək, falan bəzilərdə var, qrup atarım qaydasına. Bunlar olan feillərdə ondan qabaqki olan feili birləşmə olmağına fərq eləmir. Məsdər feilsə feili bağlamı fərq eləmir. Çox vaxt məsdər olur. Məsdəri özünə götürərək birlikdə mürəkkəb feil yaradır. Və bununla da mürəkkəb feil olur, birləşmə olmur. Birincidə səhv göstərilib. Niyə? Oxumağa başladım olmalıdır. Başladım var. Bu kitabların hamısı qrammatikaya dair. Dair qoşmadır. Qrammatikaya birləşib. Tamam, bu düzgündür. Bir məqsədimiz hazırlaşana hər kəsə dəstək olmaqdır. Dəstək olmaqdır. Nə? Dəstək olmaqdır. Nə? Məqsədimiz kimə hazırlaşan hər kəsə dəstək olmaq olmur. Çünki dəstək olmaq tərkib yaradacaq. Hazırlaşanlara hər kəsə birlikdə götürüləcək. Burada tərkib yaratdı. Bizə bu qayda demək istəyir ki, başlamaq, istəmək, çalışmaq kimi olan feillərdə bu qayda düz göstərilməlidir. 4-də də baxırıq ki, hələ də biz o kitabdan işləmək istəyirik. Bax, düz budur. İstəyirdik, işləmək istəyirdik. Birlikdə götürülür, qalanlar götürülmür. Yəni, bu tərkib yaratmır. Yəni, o işləmək olan istəyirliklə birlikdə mürəkkəb feil yaradacaq və ondan qabaqda tərkib yaratmayacaq. 4-dəki doğru fikir olacaq. Cavab 2-3 olacaq. Nə edə bilmədi, soruşun. Təzəmdə izah edeyim. Ondan sonra 15. Hər tərəf qaranlığa bürünmüşdür cümləsinin təhlilinə aid olmayan fikri seç. Demişik ki, hər tərəf bütövlükdə götürüləcək. İsim qaranlığa bürünmüşdür.
İsim birləşmədə olacaq xəbəri nə? Hamısı düzgün fikir deyən yoxlayın. D variantı deyir yer zərfi. Bunlar birləşəcək, yaxşı söz birləşməsi oldu, amma heç vaxt yer zərfi olmayacaq. Ona görə D düz cavab olacaq. 16. Xəbərlərdən biri indiki zamandadır.